Salam, hörmətli tamaşaçılar. Patriot News'un növbəti buraxılışı Heydər Əliyev Park komplekslərinin sizə təqdim olunur. Mən qısa bir müddət ərzində sizlərə bu günləri park kompleksinin ərazisində yerləşən süni gölün niyə bugünə qədər təhvil verilməməsi haqqında hazırladığı materialı təqdim edəcəyəm. Məlumatın üçün bildirmək istəyirəm ki, artıq 2 ilə yaxındır ki, süni göldə yaranan problemlərlə əlaqəli olaraq Azərbaycan Respublikası Dövlət Su Agentliyi tərəfindən deməli sifariş verilmişdi və tenderi Azərtrans MMC udmuşdu və Azərbaycan Respublikası Su Meliorasiya Təsərrüfatı Nazirliyinin Layihə İnstitutu tərəfindən layihə hazırlanmışdı və Azərtrans MMC bax gördüyümüz bu ərazidə bərpa işlərinə başlamışdı, yenidən qurma işlərinə başlamışdı. Lakin artıq 2 ilə yaxın müddət keçdirilməyinə baxmayaraq bugünə qədər də göl təhvil verilməyibdi və bu da ictimaiyyətin ciddi qınağına səbəb olur. Müəyyən jurnalist araşdırmamızı apardıq və bizə məlum oldu ki, bu layihə hazırlananda gil nəzərdə tutulmadığı üçün bir ay bundan öncə göldə keçirilən monitorinq zamanı sızmalar aşkar olunubdu və bu sızmalar da imkan vermir ki, gölə tamamilə su buraxılsın və göl təhvil verilsin. Burada hesab edirəm ki, deməli bu Layihə İnstitutunun birbaşa səhvi ucbatından bəli, bu ərazidə apardıqları yoxlanışlar zamanı nəzərdə tutmalıydılar ki, bura gildə verilməlidir. O gil nəzərdə tutulmadığı üçün layihə əsasında Azərtrans MMC işini sona çatdırıbdır, lakin bu günləri onu təhvil verə bilmir. Ona görə də biz icraçılara da, Layihə İnstitutunun rəhbərliyinə də və eyni zamanda da bu sifarişçi qismində çıxış edən Su Agentliyinin rəhbərindən də xahiş edirik ki, qısa bir müddət ərzində bax bu problemlər aradan qaldırılsın və bizim Heydər Əliyev Park kompleksinin ərazisində olan süni göl bizim Gəncə sakinlərimizə, qonaqlarımıza təhvil verilsin. Çünki bu ictimaiyyətin necə deyərlər, birbaşa nəzarəti altındadır və diqqət mərkəzindədir. Hörmətli tamaşaçılar, bir məsələni də qeyd edim ki, biz mütəmadi olaraq göldə aparılan işlərlə əlaqəli sizlərə məlumat veririk və gördüyünüz kimi gölümüz artıq hasara alınır. Bu da layihədə nəzərdə tutulubdur və ümumən bu ərazi tam şəkildə deməli hasara alınacaqdır və gölə su mənə verilən məlumata görə yaxın zamanlarda may ayına qədər təhvil veriləcəkdir. Biz növbəti verilişlərimizdə sizlərə bu haqda ətraflı məlumat verəcəyik. Hörmətli tamaşaçılar, verilişimiz sona çatır. Mən bir daha qeyd etmək istəyirəm ki, bu göldə aparılan işlərlə əlaqəli olaraq biz dəfələrlə sizlərə məlumat vermişik və bu da növbəti bizim məlumatımız idi. Mən hesab edirəm ki, bu verilişimizdən sonra aidiyyəti qurumlar öz vəzifə borçlarına, necə deyərlər, məsuliyyət yanaşacaqdılar və göldə yaranan problemin aradan qaldırılması üçün lazımi tədbirlər görəcəkdilər. İndi isə mən sizdən xudahafizləşirəm və gələn görüşlərə qədər deyirəm, özünüzü və yaxınlarınızı qoruyun, sağ olun.